Vocabulaire progressif du français niveau intermédiaire. Copyright Clé internationale 2017. Unité 19. La vie professionnelle. Professional hayat, peşe hayatı. Bizde profesyonel müsbət mənada işte Fransızda neytral sözdür. Peşə ilə bağlı deməkdir. Profesyonel, peşəkar, adjektif kimi. Le terme un métier, le termin deməkdir. Yəni anlayış, termin. Bir métier anlayışı, yəni peşə insiste sur vurğulayır l'aspect, o aspektin üzərində konkret aspekti üzərində de l'activité, aktivitenin bir faaliyyətin konkret aspekti üzərinə vurğu qoyur. Sur un vrai savoir-faire. Həqiqi savoir-faire know-how deməkdir. Yəni bir bacarıq da, necə eləməyi bilmək. Savoir-faire. Həqiqi savoir-faire-dən savoir-faire nəzərdə tutur métier sözü. D'accord? Nəyi bacarırsan, hansı sənəti, peşəni. La profession ama désigne, ifade eləyir, simplement, sadəcə olaraq une activité, bir faaliyəti permettant de gagner sa vie. Həyatını qazanmağa da, yəni azca necə deyim, yəni dolanmağa, pul qazanmağa, həyatını qazanmağa imkan verən bir aktivitəni sadəcə ifadə edir profession. Profession deməli nədir? Profession odur ki, bir iş, peşə, yoxsa métier amma ixtisas deyək, nə deyək? İxtisas. Yəni nəyi bacarırsan da, ixtisas yəni təhsil aldığın ixtisas yox, nəyi bacarırsan, nədə ixtisaslı kadrsan, nədə yəni qabiliyyətli kadrsan. Bu ola bilər intellektual, da ola bilər sadəcə bacarıq, əl bacarığı, nə bilim başqa. Les questions, çox uzatdığım istəyirəm amma başa düşürsünüz. Les questions sur la profession. Peşə barədə suallar. Selon le contexte, kontekstə görə les questions seront différentes. Suallar fərqli olacaq. Quelle est votre profession? Ola bilər məsələn standart sual. Sizin peşəniz nədir? Vous avez une activité ya da vous exercez une activité? Exercer icra eləməkdir. Siz bir aktivite, une activité professionnelle, bir peşəkar fəaliyyət icra edirsiniz. Bu langue administratif. Buna deyirlər inzibati dil. İnzibati dil, officiel, rəsmi dil. Qu'est-ce que vous faites dans la vie? Həyatda nə edirsiniz? Yəni oxuyursunuz, işləyirsiniz. Qu'est-ce que vous faites comme métier? Nə edirsiniz peşə olaraq? Von Beruf. Almanca belə deyil. Ouais. Was machst du? Ya da neyse. Vous travaillez işləyirsiniz. Langue courante. Yəni ki, courant deyil, yəni işlək dil, ən işlək dil. Vous travaillez dans quoi? Siz işləyirsiniz dans quoi? Nədə? Bu danışıq dilidir. Nədə işləyirsiniz? Quoi? Bu ulduz qoyanda bilin ki, danışıq dilidir. Vous êtes dans quoi? Nədəsiz? Yəni hansı sahədəsiz? Nə işindəsiz? Langue familière, yəni məişət dili. Le nom des professions, peşə adları. Beaucoup de noms de professions, bir çox peşə adı ont une forme masculine forması var et une forme féminine və féminine forması var. Un éducateur, eğitimci, une éducatrice, təhsil adamı. Un coiffeur, une coiffeuse, saç düzəldən, saç ustası. Un infirmier, une infirmière, nurse, yəni ki, medsestra, medbrat. Un caissier, une caissière, kassir. Un informaticien, une informaticienne, aytişnik. Pour certains noms, bəzi adlar üçün on ajoute, əlavə edilir, un əlavə edilir. Mesela, un avocat, une avocate. Un assistant, une assistante. Assistant. L'orthographe féminine, qadın cinsinin yazılışı, orfoqrafiyası de certaines professions, bəzi peşə adlarının qadın cinsinin orfoqrafiyası a été inventé olunub, yəni ixtira olunub, récemment, təzəlikcə ixtira olunub, əvvəllər olmayıb tarixən. On écrit souvent une autrice də görmüşəm, autrice də mətbuatda eşitmişəm, görmüşəm, işlənir. D'accord? Bunlar artıq rəsmidir. 2020 ya da 21-ci ildən artıq bunlar rəsmidir. On écrit souvent deyil bu. Inventé də deyəndə ki, inventé olunub okey, amma artıq Fransız Dilçilik Akademiyası bunu rəsmi olaraq qəbul da eləyib. Onlar qəbul eləməsə də yəni bir şey dəyişmir. Dil canlı orqanizmdir. Amma yəni bunlar da artıq var. Une ingénieure, une présidente,
une professeure. D'accord, bunlar var artık. Certains noms ne changent pas. Bazı isimler değişmiyor. O feminen de değişmiyor. Surtout quand il se termine, ne var ki onlar bitir par un ö. Ö harfi artık maskülende ö ile bitirse, feminende ona başka bir ö artırası değilik. Ona göre de fleuriste, un fleuriste, une fleuriste. Article'dan bilinir. Un interprète, une interprète. Buna ne deyirik? Azerbaycanca tercümesi. Un juge, une juge, hakim. Un libraire, une libraire. Kitap dükkanında satan, kitap satan. Buraya əlavə eləmək olar hansı sözü? Bir dənə söz ağlıma gəlmişdi. Çox işlək ama yadıma düşmədi. Hə, peintre. Peintre. Rəssam. Certains termes, bazı terminlər, bazı anlayışlar reste masculin, masculin qalır. Un maître d'hôtel, hotel maître, yəni hotel sahibi, hotel işlədən. Un maçon. Maçon, Azərbaycanca deyirik buna bənna. Un pompier, plumber. Azərbaycanca buna deyirik çilingər. Un chauffeur, chauffeur. Un chauffeur, buna deyirik Azərbaycanca sürücü. On dira deyərik une femme pompier, bəli. Qadın pompier. Chauffeur de taxi, une femme chauffeur de taxi, une femme écrivain, d'accord? Une femme médecin. Qabana femme artırır. Qadın yazıcı, qadın taksi sürücüsü. Certains noms, bazı sözlər, au contraire, əksinə, bunun əksinə, son féminin. Yəni ancaq feminəni var, masküləni yoxdur. Məsələn, sage femme. Sage əslində şey deməkdir, müdrik. Sage, müdrik deməkdir. Sagesse var, müdriklik. D'accord? Sage femme, Azərbaycanca buna deyirlər mamaça, yəni ki, uşaq doğum mütəxəssisi olan qadında, d'accord, qui aide à la naissance des bébés, hansı ki uşaqların, körpələrin doğumuna kömək eləyir. Naissance doğum deməkdir. Sage femme. Niyə sage'dir bunu? Sage bilməm. Sokratla əlaqəsi ola bilər, amma əmin deyiləm deyə. O məsələ. Une femme de ménage. Femme de ménage təmizlikçi deməkdir. Qadın sözü var bunun içində. Hôtesse de l'air. Bu da stewardessadır. Qadın bizə stewardessa deyirik. Stewardess. Steward doğru. Stewardessa. Neyse. Des noms de profession. Bu da biraz oversharing edirəm. Des noms de profession sont abrégés dans la langue familière. Peşə adları şey dilində abrégé şey deməkdir. Qısaltmaq. Qısaldılır. Qısaldılıb. Yəni hal-hazırda qısaldılmış vəziyyətdədir. Məişət dilində. Məsələn, institutrisə ya da institutörə deyirlər insti. Instit. Instit yəni. Instit bəli. Professeur bu geniş yaylı. Prof deyirlər. Kineziterapeut. Kine deyirlər. Bunu kim işlədir gündə? Hətta test. Tekniko-kommersial. Ingénieur technique commercial, bunda məzun olması işlətməliyik. On emploie, işlədilir, de plus en plus, getdikcə daha çox, le nom de poste. Hə, postun adı. Postun adı. Yəni fonksiyonun adı, funksiyanın adı, yəni o işin adı da, yəni. Un responsable de vente. Satış mütəxəssisi. Satış mütəxəssisi yox, satış nəyi? Responsable da, yəni satışdan məsul şəxs. Bu daha çox menecer pozisiyasıdır. Responsable, yəni məsul şəxsdir. Un chargé de mission ya da une chargé de mission, yəni bir missiyanı missiya öhdəliyi olan adam. Yəni bir missiyanı yerinə yetirən adam. Bu belə şey səslənir. Olsa missiya falan. Bu o demək ki, sadəcə bir işçidə, məsələn, hansısa bir layihənin ola bilər, chargé de missionu, hansısa bir peşə üçün deyilə bilər. Məsələn, tutaq ki, işləyir Xarici İşlər Nazirliyində. O olur chargé de mission məsələn. Ya da hansısa bir layihə var. Layihədən məsul şəxs budur. Ona deyirlər chargé de mission. D'accord? Chef de projet, layihə rəhbəri, chef de produit, product owner ya da product manager, nəsə belə adlar var da müasir bu iş dünyasında. Konsultant bu aydındır. Conseiller, məsləhətçi. Bu da aydındır. Enfin, nəhayət, certains postes, bəzi postlar, post maskülən deyə yeri gəlmişim. Burada mən demək yadımdan çıxdı. Post sözü, hələ bunu deyil.
Burada bunu diyeceğim. Okay. Certains postes sont désignés, bazı postlar dizayn olunub par un acronyme. Akronimle yani abreviaturla. Le DRH, Directeur des Ressources Humaines deməkdir. Human Resources Director, yani manager ya da insan resursları menajeri. Le VRP, Vendeur Représentant Placier. Satıcı deməkdir bu yəni ki. Placier satıcı deməkdir. Satıcını təmsil edən satıcı. Remarque, ne confondez pas le poste, la poste. Le poste yani masküləndə post funksiya deməkdir, amma la poste poçt deməkdir. D'accord? Bu poçt. Bu təklik sözlərdəndir ki, artikellı dəyişəndə mənası dəyişir. Les catégories socio-professionnelles, sosial peşəkar kategoriyalar, insanları kategorize edəcəyik. On peut aussi décrire l'activité professionnelle, bir peşəkar aktivitəni describe eləmək olar, de manière moins précise, daha az dəqiq tərzdə, daha az dəqiq üsulla, moins précise. On utilise alors, beləliklə istifadə edirik bunun üçün un mot général, ümumi bir ad ki définit, hansı ki define edir, təyin edir, plutôt əsasən daha çox une catégorie socio-professionnelle. Socio-professionnel bir kategoriyanı ifadə edir. Məsələn, on peut travailler dans le secteur public. Məsələn, dövlət sektorunda işləmək. Bu peşəkar, sosio-professional kategoriyadır. Yəni dövlət sektorunda bu qədər peşə var, bilinmir peşəni, ümumi kategoriyalaşdırır. On est payé par l'État. Dövlət tərəfindən paid olunuruq, yəni ödəniş olunuruq. Ou les secteurs privés ya da private sector, yəni ki, özəl sektor. Dans le public ya da dans le privé, belə qısaca belə deyirlər. Bax, yenə ulduz qoyulub o deməkdir ki, danışıq dilində belə deyirlər. Dans le public, dans le privé. Il travaille dans le public, o dövlət sektorunda işləyir. La plupart des kategoriyaların əksəriyyəti ont droit à des congés payés. Kategoriyaların əksəriyyətinin hüququ var. Nəyə hüququ var? Deməli, hüququ olmağı necə deyirik? Avoir droit à, nəyəsə hüququ var. Right to ingilisində də var bu. Konje məzuniyyət deməkdir, vacans, paye ödənişli məzuniyyət. Yəni ki, məzuniyyət çıxsan sənə pul verirlər yenə də, işləmirsən yenə sənə pul verirlər. Sağ olsun sol hərəkətlər. Buna nail oldu. Ceux qui ont une activité professionnelle régulière. O şəxslər hansıların ki var aktivitesi, peşəkar aktivitesi régulière, yəni müntəzəm peşəkar aktivitesi var, fəaliyyəti var. Un employé, bir işçi, une employé, bir işçi, travail, işləyir, dans un bureau, bir ofisdə, une banque, bir bankda, une poste, bir poçtda. Un ouvrier, une ouvrière, fəhlə deməkdir, est spécialisé, ixtisaslaşıb, dans un métier manuel, əl peşəsində. Yəni, əl əməyini sərf edir. D'accord? Ouvrir feili var, ouvrir də ondan yaranır. Bu misal gösterelim. Mekanik, mesela mekanik işi, elektrik işi, couture, dikiş işi, couture. İngilizceden geçmiş sözü. Il ya da elle travaille, işləyir dans une usine, bir fabrikdə, ou sur un chantier de construction, tikinti şantiyesində, yəni tikinti şeyində, zonasında deyil, tikintisində, şantiyesində. Pour un patron, bir patron üçün ya da pour une patron, bir müdür üçün. Un artisan, une artisane, artisan sənətkar deyirlər bizdə, yəni ki bir şeylə məşğul olur, sənətlə məşğul olur. Hə, öz hesabını işləyir də, məsələn deyək dərzidir, yaxşı sənətkardır. Ödənişi özü alır, özü işləyir. Özü də ödəniş alır. Sənət adamıdır, sənətkar, məsələn, dülgərdir, yaxşı, dərzidir, nə bilim, təmir. Yəni bu adamlar deyirlər artisan, yaxşı da məsələn çörəkçidir, özü çörək bişirir, öz çörəyini özü satır. D'accord? Artisan. O cür çörək deyirlər artizanal çörək məsələn. D'accord? İngiliscədə keçmiş sözdür. Hə, artisan çörək yeni gəlmişkən baha olur. Alors, un artisan ya da une artisane est aussi spécialisé, ixtisaslaşıb dans un métier manuel. Bu da yəni fəhlə kimidir. Fəhlədən fərqi odur ki, fəhlə artisan yanında işləyir. Yəni fəhlə öz biznesində işləmir. Fəhlə employ olunur. Müdiriyə məsələn ola bilər,
müdür tərəfindən ya da bir şirkətin rəsmi işçisi olur ya da ki bir fərdi şəxsin rəsmi işçisi olur. Ouvrier. Ouvrier öz hesabına işləmir. Artisan öz hesabına işləyir. Özü yəni elle travaille à son compte bax bu yazılıb. À son compte yəni öz hesabına, öz şotuna işləyir. Compte. Dans son atelier öz iş yerində, atölyesində. Il ya da elle est travailleur indépendant. O olur müstəqil işçi. D'accord? Un commerçant, une commerçante, bizim dildə də keçmiş sözdür, commerçant, vend, satır des produits, məhsullar satır, et travaille, işləyir dans sa boutique, öz butikasında, ou son magasin ya da mağazasında. Butik balacaya deyil, mağaza biraz böyük. Commerçant fərqi nədir? Commerçant odur ki, ticarətlə məşğul olur. Yəni istehsal eləmir də, artisan istehsalla məşğul olur. Commerçant alır, satır, 3 manat alır, 5 manat satır. Və bu da öz mağazasının özü müdürüdür. Satıcı deyil. Satıcı məsələn öz satıcı işə götürə bilər, vendeur işə götürə bilər, vendeuse işə götürə bilər. Satıcı maaş alır. Commerçant amma o malın sahibidir. Satılan malın, yəni o biznesin sahibidir, mağazanın sahibi. Balaca biznesmenlərdir bunlar. Artisan da, commerçant da balaca biznesmenlərdir. Un agriculteur, une agricultrice, bu da biznesmendir, kənd təsərrüfatından, cultive, becərir, des fruits, meyvələr, des légumes, tərəvəzlər, des céréales, dənli bitkilər. Il ya da elle peut être, ola bilər, viticulteur, viticulteur ola bilər. Viticulteur nəyə deyirlər? Yəni şeylə məşğul olan. Nə deyirlər Azərbaycan dilində? Üzümçülüklə, üzümçülük. Ya da viticultrice. Il, elle cultive, becərir la vigne. Vigne yəni tənək ağacı, üzüm ağacı. Et fait du vin və şərab yapır, şərab hazırlayır. Ouais. Un chef ya da une chef d'entreprise, şirket rəhbəri ya da ona deyirlər entrepreneur. Entrepreneur deyəcəm indi bu nə deməkdir? Et à la tête d'une PME, bir PME-nün başındadır. Yəni tət başındadır, yəni rəhbərliyindədir. İndi chef d'entreprise aydındır. Şef rəhbər deməkdir. Chef d'État deyirlər, dövlət başçısı. D'entreprise də şirkət deməkdir. İndi PME nədir? Petite et moyenne entreprise. Kiçik ya da orta biznes, orta şirkət. Kiçik ölçülü və orta ölçülü şirkət. Bu da işçilərin sayından asılıdır. Yəni neçə işçilər neçəyə qədər petit sayılır, neçədən neçəyə qədər moyenne sayılır falan. İndi il ya da elle est le patron et la patronne de ses employés. Öz işçilərinin patronudur. Entrepreneur bu biznesmen deməkdir, amma öz şirkətinin, həm də şirkət rəhbəridir bu. Yəni özü öz şirkətinin rəhbəri olan adama deyirlər entrepreneur. D'accord? Entrepreneur sözünü məsələn türklər girişimci kimi tərcümə edir. Yəni ki, girişir, iş görür, pul qoyur, pul götürür falan. Bir də var ki, ingilis dilinə keçib, ingilis dilinə o daha çox nə bilim, hətta o da o mənada keçib ki, sıfırdan biznes quran adam falan. Okey, atadan da keçib entreprenörsən. Yəni o biri dillərə biraz daha romantikləşib keçib, o biraz kapitalistləşib keçib həm də. Entrepreneur sadəcə şirkətin rəhbəridir. D'accord? Bəli, adətən öz şirkətin rəhbəri olur. D'accord? Olanda deyirlər bunu da. Yoxsa məsələn direktör ola bilər falan. Direktör də amma sadəcə maaş alır. CEO da amma sadəcə maaş alır. CEO deyirlər prezident direktör, PDG də, prezident direktör general. O yoxdur burada. Nəsə baxarıq bəlkə gələr. Un fonctionnaire ya da une fonctionnaire. Buna deyirlər dövlət işçisi, fonctionnaire public et employé par l'État. Dövlət tərəfindən employ olunur, yəni işlədilir. Un cadre, une cadre. Un statut social élevé. Cadre yəni yuxarı kadr deməkdir. Cadre supérieur sözüdür əslində bu, supérieur itib. Il ya da elle occupe, tutur, un poste, bir post à haute responsabilité. Yüksək məsuliyyətlərlə olan yüksək məsuliyyətli bir post tutur. Yəni menecer pozisiyasında tutur. On peut être aussi ola bilərsən həm də intellektuel, un intellektuel, une intellektuel, yəni elmlə məşğul olan adam. Ou un artiste, une artiste, incəsənətlə məşğul olan adam. Yəni bunlar da peşə kimi. OK. Ceux qui n'ont pas encore ou n'ont plus d'activité professionnelle. O şəxslər hansıların ki hələ yoxdur ya da artıq yoxdur peşəkar fəaliyyəti. Bunlar kimlərdir? Un étudiant, une étudiante. Un mathématique, məsələn, riyaziyyatda tələbə, un histoire, tarixdə tələbə,
va à l'université. Üniversiteye gedir. Üniversiteye gedirsə bu hələ işsiz sayılmır. Un apprenti ya da une apprenti. Buna Azərbaycan dilində deyirik şagird. Yəni ustanın yanında öyrənən, učenik deyirlər deyəsən rus dilində. Bizim dildə də işlənir. Apprend öyrənir, son métier bir peşəni, öz peşəsini öyrənir. Chez un artisan, bir sənətkarın yanında. Sənətkar kim idi? Özü öz atölyesi olan, özü öz atölyesinin olan, öz hesabını işləyən, yeri gələndə işçi götürən, yeri gələndə apprenti götürən, şagird götürən sənətkar. Sənətkarın yanında, artisanın yanında işləyir apprenti. Un stagiaire fait un stage dans une entreprise. Bir stagiaire, stajçı, bilmem nəsə. Staj eləyir şirkətdə. Il ya da elle travaille temporairement, müvəqqəti olaraq temporarily işləyir pour apprendre, öyrənmək üçün un métier, bir peşəni. Et compléter ses études. Və təhsilini tamamlamaq üçün. Fransada təhsil tamamlamaq üçün staj, bizdə kimi staj şərti qoyurlar ki, staj eləməlisən. Orada biraz daha uzundur, bizdə daha qısadır səhv eləmirəmsə. Bir ay biz getmişdik. Fransada daha uzun olmalıdır. Masterdə 6 aydı, onu bilirəm. Bakalavrda bilmirəm. Un chômeur ya da une chômeuse işsiz deməkdir. A perdu son emploi, işini itirib. Souvent, çox vaxt pour des raisons économiques, iqtisadi səbəblərdən. Böhran, stagflyasiya. Il, elle et au chômage. Chômage işsizlik deməkdir. Bu həm status kimi, hal kimi işsizlikdir. Amma həm də bir sinəməndə. Unemployment kimi. Unemployment. Yəni işsizlik ya da iqtisadi anlayış kimi, iqtisadi termin kimi. Il, elle est en recherche d'emploi. Être en recherche d'emploi, iş axtarmaqda olmaq. İş axtarmaqdasansa işsiz sayılırsan. Bir də var işsizlikdən ümidini üzənlər. Onları hesablamırlar. Il, elle envoie, o göndərir son CV. CV sözünün açılışı nədir? Curriculum vitae, bilməm latınca necə oxunur bu söz. A de futur employeur. Göndərir kimə? Gələcək employörlərə, yəni işə götürənlərə. Un retraité, une retraitée, pensionnaire, est âgé, yaşlıdır, et a définitivement bir yolluq arrêté, dayandırıb, de travailler, işləməyi dayandırıb. Il, elle est en retraite, retraitədir. Retrait nədir? Pensiya halı, yəni pensiya statusu dadır o. Et reçoit və receive edir, alır, une pension, pensiya alır. L'âge de la retraite, retrait yaşı, yəni pensiya yaşı, varie, dəyişir, selon les pays, ölkədən asılı olaraq, ölkəyə uyğun olaraq, et les professions, peşədən asılı olaraq. Yəni bəzi peşələr tez çıxır, hərbçilər falan. Bəzi ölkələrdə 50 yaşlı, bəzisindən 60, bizdə 65 yaşlı Azərbaycanda. Gagner sa vie. 65 yaşlı hal-hazırda, yəni 2026-cı ilin iyul ayında. Bilmək olmaz, bir də gördüyün kimi. Bu video, bir il sonra bu videonu açarsınız və 70 ola bilərdi. Gagner sa vie, həyatını qazanmaq, yəni pul qazanmaq, dolanmaq. On travail, işləyirsən, pour gagner sa vie, dolanmaq üçün. Les salarié maaşa işləyəndə, salaire maaş deməkdir. Salarié maaşa işləyən deməkdir, muzlu işləyən. Reçoivent, receive edirlər, alırlar, un salaire, bir maaş. Ils peuvent être bien ou mal payés. Onlar ola bilərlər bien payé, yəni yaxşı ödənən, yaxşı maaş alan, ou mal payé, yəni pis maaş alan. Il est agréable, xoşdur de recevoir, almaq, une augmentation, artım almaq. Augmentation de salaire, qısaca augmentation deyilə bilər. Maaş artımı almaq xoşdur. Cela se produit, bu baş verir, quand, se produire baş vermək. Quand nə var ki, on reçoit, alırsan, ya da ona, ya da on obtient, bu üçdə işlənə bilər. Obtenir, obtain deməkdir, yəni əldə eləmək. Une promotion, bir promotion alırsansa. Yəni vəzifə artımı. Serge gagne bien sa vie. Serge yaxşı qazanır həyatını, yəni yaxşı pul qazanır. Oui, il gagne correctement. Bəli, o correctement qazanır, yəni ki, yaxşı qazanır. Correctement burada correctly demək deyil. Əslində əmin deyiləm, bəlkə də correctly ingiliscəsində o mənası var danışıq dilində falan. Bu demək ki, yəni kifayət qədər qazanır da. Il, yəni nə çox qazanmır, nə correctement demək, yəni suffisamment deyir, suffisamment, d'accord. Il n'est ni riche ni pauvre, yəni nə varlı deyil, nə kasıb. Il est assez bien payé. O
kifayət qədər yaxşı maaş alır. Bu demək ki, Asi burada əslində bien-i zəiflədir. Yəni desəydik, Asi olmasaydı, desəydik ki, Asi fərzinin ki yoxdur. Il est bien payé, o yaxşı maaş alır. Asi onu azaldır. Məsələn, il est bien payé-də deyək ki, 5000 manat alırsa, il est assez bien payé-də 4000 alır. Asi onu zəiflədir, d'accord. Fransızda yəni Asi o deməkdir. Les parents donnent, valideynlər verirlər souvent, çox vaxt tez-tez, de l'argent de poche, cib pulu à leurs enfants, uşaqlarına. Remarque culturelle, mədəni qeyd, yəni mədəniyyətlə bağlı qeyd. Attention, dikkat edin, l'expression gagner beaucoup d'argent, çox pul qazanmaq, est plutôt négative en français. Fransız dilində negativdir. Yəni belə deməkdir, yəni. Culturellement, mədəni olaraq, l'argent reste un sujet tabou. Tabou mövzu olaraq qalır. Ou du moins délicat, ya da həssas mövzu olaraq qalır. D'accord? Définir son activité. Öz fəaliyyətini define etmək. Travailler dans ya da être dans plus secteur d'activité, fəaliyyət göstərdiyin sektör, ou lieu de travail ya da iş yeri. Dora travaille dans l'informatique. Dora işləyir informatika sayəsində, yəni IT sayəsində. Florence est dans l'enseignement. Florence eğitim sayəsindədir. L'enseignement niyə eğitim kimi tərcümə edirəm? Tədris gəldi, yaxşı, tədris sayəsindədir. Təhsil. Ali travaille dans une boutique de vêtements. Ali işləyir bir paltar butkasında. Travailler comme işlənə bilər bəli. Üstəgəl peşənin adı. Ariel a un diplôme de philosophie. Filozofi, fəlsəfə diplomu var. Mais amma il travaille comme serveur. Amma o işləyir ofisiant kimi. Yəni, filozofi diplomu olan adam nə işləməlidir? Serveur işləməlidir, ya da müəllim işləməlidir, ya da bilməm, yəni hər şey işləyə bilər. Ona görə serveur, meylik bir şey yoxdur. Yəni bu nə işləməlidir? Filosof işləyirəm. Yəni maaşlı filosof işi yoxdur dəqiqi. Yəni bu mey bura biraz məncə artıqdır, amma yazıblar. O maşın düzəldə bilirsən, məsələn, maşın ustası işləyir. Serveur dans un restaurant, bir restoranda. Faire plus activité occasionnelle. Hə. Aktivite occasionnelle, yəni occasional iş, yəni ki şey işte, mövsümi iş yəni deyək. Sophie fait du babysitting, yəni babysittinglə məşğul olur. Bunu faire-lə deyirik. Bu deməkdir ki, o vəqəti bu işlə məşğul olur. Yəni onun peşəsi o deyil, d'accord? Peşəkar məsələn babysitter ola bilər. Hə. Amma biz elə demirik də. Biz deyirik ki, Sophie o işlə məşğul olur. D'accord? Hal-hazırda. Yəni bu demək müvəqqəti məşğul olur. Ona daimi məşğul olmaq fikri yoxdur, d'accord? Serge fait des gardes de nuit dans un grand hôtel. Böyük bir oteldə garde de nuit işinə məşğul olur. Bax bunu yenə faire-lə işlədib. Garde de nuit, yəni gecə gardı da, gecə watch, yəni gecə bələdçiliyi. S'occuper de məşğul olmaq plus activité. Surtout quand cette activité correspond à une fonction plutôt qu'à un métier bien précis. S'occuper deyir, üstəgəl bundan aktivite. Bu deyir, o vaxt işlədir ki, s'occupe'nim. Bu aktivite bir funksiyaya uyğun gəlir, nəinki dəqiq bir peşəyə. Gəlin baxaq, deyir, je m'occupe de la promotion des nouveaux produits. Yəni, burada biz işin adını, işi təsvir edirik daha çox. Nə ilə məşğul oluram? Falan şeylə məşğul oluram. D'accord? Mais mon mari s'occupe de personnes handicapées. Əlilliyi olan insanlarla məşğul olur. Peşə adı demirik də, yəni peşəni sanki təsvir edirik. D'accord? Funksiyalar, peşənin funksiyalarını işlədirik bu s'occupe'dən sonra, nəinki peşənin adını və s. D'accord? S'occupe, yəni bu aydın dəstində bu başa düşmək çətin deyil. Falan şeylə məşğul oluram. Məsələn, adam var peşəsinin adını deyib, bilmirsən nə işlə məşğul olursan, soruşsan ki, əlavə soruşsan ki, nə işlə məşğul olursan, yəni funksiyaların nədir? Onda o deyir ki, je m'occupe de bla bla bla. D'accord? Parler de son travail. Öz işindən danışmaq. Jérôme deyir. Je suis responsable des achats. Mən alış mütəxəssisiyəm. Alışlar üzrə mütəxəssisəm. Buna deyirlər satın alma mütəxəssisi. Tədarük
dans une entreprise de mécanique şirketinde je prospecte pour trouver des marchés. Ben de prospect ederim yani neyinirim aktarıram da yani şeyler aktarıram, bazarlar aktarıram. Harda ne almaq olar. Je signe des contrats, müqavilələr imzalayıram et je m'occupe des fournisseurs və providerlərlə, supplierlərlə, tədarükçülərlə məşğul oluram. Fournisseur mötərizə verib entreprise, şirkət ki vend hansı ki satır des produits, məhsullar à une autre entreprise, digər şirkətə. Buna deyirlər supplier şirkət ya da tədarükçü şirkət. Dans mon travail, mənim işimdə je dois savoir, mən bacarmalıyam, savoir bacarmaq deməkdir. Xüsusən də ondan sonra feil gələndə. Negotiate eləmək, yəni ki, qiymət danışmağı, qiymət aşağı salmağı, negotiate yəni tək qiymətdən bağlı deyil, yəni türklər deyirlər pazarlıq yapmaq. Bizim dilə bazarlıq eləmək başqa, bazarlıq eləmək demək düzgün deyil bizim dildə. Çünki bazarlıq eləmək kartof soğan almaq, ət almaq, buna deyirlər də bazarlıq eləmək. Yəni türk dilindəki sözü birə-bir tərcümə edəndə bizim dilə uyğun gəlmir. Negosiya eləmək bizdə deyirlər danışıq aparmaq. Qiymət danışmaq çox vaxt bizdə belə deyirlər. Qiymət üzərində. Çox vaxt qiymət negotiationu qiymət üzərində aparırlar deyə bizim dilə ancaq o forması var. Qiymət danışmaq. Deyirlər ki, məsələn, heç qiymət danışmadım, elə nə dedi verdim ya da belə deyirlər məsələn. Hələ qiymət danışmamışam, məsələn, belə deyirlər. Qiymət əgər razılaşma yolu ilədirsə, dəqiq qiymət yoxsa, yəni hələ qiymət danışmamışam. Qiymət danışaq belə. Yəni bizim dildə qiymət üzərinə negosiya edirlər deyə belə işlədirik, amma negosiya feilini Azərbaycan dilində tapmaq olar, bəlkə də var, biz bilmirik. Calculer hesablamaq, gérer une équipe, bir komandanı idarə etmək. Bacarmalıyam. Je gagne bien ma vie, mən yaxşı qazanıram, çünki menecer pozisiyası olmalıdır bu. Je fais une belle carrière, mən yaxşı bir karyera edirəm. Faire une carrière, kariyer yapmaq deyirlər türkcə. Yəni karyera qurmaq. Joseph, je suis livreur, mən çatdırma kuryerəm. Le travail est fatigant, iş çətindir, dur, tafdır, yəni ağırdır, et ennuyeux və sıxıcıdır. Et je suis mal payé və mən pis ödəniş alıram. Mon rêve, bu überizə olub da bu peşə. Yəni online platformalar bu işlə məşğul olur. Mon rêve est de trouver un autre emploi plus intéressant. Mənim arzum deyir, odur, nə? Être feilindən sonra feil gələndə de işlənir. De trouver, tapmaqdır. Başqa bir iş, daha maraqlı. J'espère, ümid edirəm, suivre une formation, bir təlim almaq, yəni təhsil almaq. Pour devenir, olmaq üçün, teknisyen, texnik olmaq üçün, logistika sayəsində texnik olmaq üçün. Patricia deyir. Je suis aide-soignante à domicile. Mən evdə aide-soignante, yəni xəstələrə kömək eləyən və baxan, iynə vura bilən, hasta bakıcı. Hasta bakıcı deyirlər türklər. Bizdə, bilməm, xəstəyə baxan peşə, bilməm. Bir var hasta bakıcı, bir var hasta edici. Bilirsiniz bu gibi zarafat. Je m'occupe principalement de personnes âgées. Mən deyir məşğul olaram, mainly, principalement. Əsas etibarilə, əsasən. Yaşlı insanların, je les aide, mən onlara kömək edirəm. Dans leur vie quotidienne, öz gündəlik həyatlarında. Je dois être à droite, mən à droite olmalıyam. Yəni ki, qabiliyyətli, yəni bacarıqlı, cəld, əldən cəld, yəni belə bədən cıvra. Onlar demiş. Douce, yumşaq olmalıyam xəstələrə qarşı da, yəni. Bien organisé, səliqəli olmalıyam. Toujours de bonne humeur, yaxşı əhvalda olmalıyam həmişə. C'est important, bu vacibdir pour mes patients, mənim xəstələrim üçün. Je ne gagne pas beaucoup d'argent, mən çox pul qazanmıram. Mais j'adore mon métier, amma mən peşəmi sevirəm. Ümid edirəm hər şey aydın oldu. Hər hansı sualınız olsa rəydə soruşa bilərsiniz. Bu videonu izlədiyinizə görə çox sağ olun.